sən günəş doğmamış oyanırsan və artıq beynində monitor səslərini eşidirsən. Xəstəxanada analizlərə baxır, qorxmuş ailələri sakitləşdirir və əməliyyata hazırlaşırsan. Parlaq işıqlar altında əllərin sıradan çıxmış bir ürəyi bərpa edir, tibb bacıları və anestezioloqlar isə yanında mükəmməl uyğunluqla işləyirlər. Saatlar sonra alnını tər basır, amma xəstənin ürək döyüntüsü yenidən sabit və güclü olur. Əməliyyatdan sonra xəstələri yoxlayır, hesabatlar yazır və gənc həkimlərə dərs keçirsən. Yorğun halda gecə xəstəxanadan çıxırsan. Şəhər indi daha sakit görünür. Binanın içində isə bir insan sənin bacarığın sayəsində yaşayır. You wake before sunrise, already hearing monitors beep in your mind. At the hospital, you review scans, calm frightened families, and scrub into surgery. Under bright lights, your hands repair a failing heart, while nurses and anesthesiologists move in perfect rhythm beside you. Hours later, sweat covers your forehead, but the patient's heartbeat returns steady and strong. After surgery, you check recovery rooms, complete reports, and teach young residents. Exhausted, you finally leave the hospital at night. The city feels quieter now. Somewhere inside the building, a person is alive because of the work you did today with your skill.